Qızılın qiyməti dünya birjalarında rekord qırır. Gürcüstanda isə 1 qramın dəyəri 400 lariyə çatması mümkündür. Gold Price in-in məlumatına görə, dünya birjalarında qızılın qiyməti rekord səviyyələrə yüksəlib. Son 30 gün ərzində qızıl 6,7% bahalaşıb və hazırda 1 unsiya qızılın qiyməti 4587 ABŞ dolları təşkil edir. Qlobal bahalaşma artıq Tbilisidə fəaliyyət göstərən qızıl birjasında da hiss olunmağa başlayıb. Lakin yerli bazarda çalışanların bildirdiyinə görə, artım dünya birjalarındakı qədər kəskin deyil və təsir adətən gecikmələ müşahidə olunur. Qiymətli zinət əşyalarının ekspert qiymətləndiricisi Guliko Morchiashvili açıqlamasında bildirib ki, qlobal bazarlarda qızılın qiyməti daha da yüksələrsə, Gürcüstanda qram üzrə qiymətlər 50-100 lari aralığında arta bilər. Onun sözlərinə görə, hazırda yerli bazarda qızılın 1 qramının qiyməti 280-300 lari, yeni ildən sonra isə cüzi artım qeydə alınıb. Sözdə bacaqlı qızılın 1 qramı isə hazırda 380 lari səviyyəsindədir. Morchiashvili qeyd edib ki, beynəlxalq bazarda qiymətlər birbaşa izlənərsə, yerli bazarda qram üzrə dəyər 450-500 lari aralığına qədər yüksələ bilərdi. Lakin bu səviyyədə qiymətlər alıcılar üçün əlçatmaz olardı. Onun sözlərinə görə, bazarda unsiyanın 5000 dollar səviyyəsinə qalxacağı ilə bağlı gözləntilər var və belə bir ssenari baş verərsə, qram üzrə qiymətlərin 20-25% artaraq təxminən 400 lariyə çatması mümkündür. Bu halda xüsusilə bacaqlı qızılın daha sürətlə bahalaşacağı, ümumi artımın isə 50-100 lari həddində ola biləcəyi bildirilir. Ekspertin sözlərinə görə, hazırki qiymətlər hələlik alıcılar üçün əlçatandı və bazarda alışlar davam edir. Lakin yaxın dövrdə qiymətlərin hansı istiqamətdə dəyişəcəyi qlobal trendlərdən asılı olacaq.